güzel olmasın. Salam ver herkese. Herkese salam Elem. Hello. Dünən kanalımıza Akamasa. ve yeni bir vlogumuza Akamasa. hoş gelmişsiniz. Ekmeğiz. Aa, sağ ol. Necəsiz de? Herkes. Dünən akşamdan çoxlu paltalar tökmüşəm kravatın üstünə. Hafta içinde. Sabahın içinde. A few moments later. Aldı. Aldı düştüm ben. Anlamadım ki onu etməmişəm. Etmişim. Bak. Nasıl? Dın 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 dın. Sesleri. Bak. Hı. Sesleri. Ses gəlmir, kamera çəkir. Kami. Kamera. Anneme humu. Kami. Nerede? İndi ana görə qabları yusun. Yaxşı? Olar? Allah. Olar. Sağ ol, icazə verdi. Baba. Qızlar, hər kəsə salam. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz. İstədim sizi belə salamlayım. Bayaq Ömər imkan vermədim. Mən də o zapisi heç silmədim. Dedim belə bu videonun əvvəlinə yerləşdirim. Sizin də biraz üzünüzdə təbəssüm yaransın. Ümid edirəm hər kəs yaxşıdır. Bu arada dəstək olan bütün xanımlara ilk öncə təşəkkür etmək istəyirəm. Başda Alsu bacım olmaqla çox minnətdaram ona. Sağ olsun sözümü yerə salmadı və mənim spamdan çıxmağım üçün yəni dəfələrlə paylaşımlar eləyir artıq o səhifəsində. Çox minnətdaram. Allah ki gül balasını saxlasın. Və ilk öncə onu demək istəyirəm ki, onun kanalından gələn xanımlara, bacılara da xoş gəlmisiniz deyirəm. Çox sağ olun. Sizlər dəstəyinizə görə yorum yazırsınız, bəyənirsiniz və abunə olmusunuz. Dediyim elə qabiyoya sizə bir təşəkkür edeyim girişdə. Bir daha minnətdaram baxan gözləriniz. Bəyənən əlləriniz var olsun. Dəyərli vaxtınızı alırsınız, aparırsınız. Məni izləyirsiniz. Çox sağ olun. Tulkanı götür, apar otağa. Mənim otağım var, ora apar Tulkanı. Yox, yatmırıq, oyun oynamağa gedirik. Hə. Davay, bunu götür. Bunu da götür. Kamerada göster. Aha. Bunu da götür. Bunu da götür. Maşınına yapıştırır. Götür gel. Davay, gittik. Haydi. Sərgiyi saldım. Öşqa oyuncaqlarda oynayır zaten. Ona göz saxlamışam. Valla sərgiyi saldıq. Gedək Ömər. Davay. Işığı söndür. Gel söndür ışığı. Davay. Parmağı yatmağa, sonra işlərimi görüm. Yox, tam söndür de, tam söndür. Böyle her yan sərgiləri çox şükür. Getdik, davay. Gedik. Davay. Yastığın altına gizlə de bunları. Niye? Yox, orada ne işimiz var bizim? Gel. Bak başımı belə qatıram kızlar. Güya yastığımız altına gizlədir oyuncaqlarımızı falan. Belə başını qatıram. Oğlum, gel bura. Karandaşları da koyun yerine. Ömer, gel. Uşaqların bir dənə bu böyüdükcə yatmamaq söhbəti olmasın da. Həqiqətən balaca olanda qızlar rahat idi yatırtmaq əslində. Süt verirdi, yatırdı, nə bilim. Özü yəni dözmürsüz, yatırdı. Amma böyüdükcə yox, iş çətinləşir. Daha da. Dilə tutana qədər, atırdana qədər. Ya da bu karandaşdan hamısı bir də pingvinə yıxmışam. Şey olmasın. Tökülməsin ora bura. Всё. Bu da belə sərgəli. Dedim yatırım onu. Gəlirəm. Qızlar, demək gördüm ki, Ömər yatmır. Nəsə huysuzdur bugün yenə. Elə oynamaq istəyir. Ümumiyyətcə yaydan çıxandan biz, yay tətilindən, o ki evdə nənə, baba gəlirdi, gedirdi, gəzməyə gedirdik. Yoldaşım da tamamilə evdə idi. Çünki 40 gün, daha doğrusu 35 gün tətildə oldum. 10 gündə qışa saxladı tətilini, yəni evdə oldu. Ona görə sanki Ömər oyun oynamağa çox, yəni hamı bununla oynasın istəyir indi yenə. O da mənə imkan vermir işlərimi görüm.
Və gördüm ki, yatmır. Dedim elə o yatmırsa, heç nə olmaz. Biraz otursun, cizgi film izləsin, biraz oyuncaqlarını tökdüm qabağına oynasın. Mən də burada bu aynanın altındakı şkafı yığışdırmaq istirdim. Silmələrim səliqəlidir, amma bax bu polkalar görürsünüz, bura tez-tez dağılır. Bu arada onu göstərim. Mən ümumiyyətcə bir neçə dəfə demişəm ki, mən izləyən qızlar bilir ki, çox ətir sevən və ətir vuran xanım deyiləm. Çünki allergiyam var. Hər ətir mən düşmür. Burun qaşınması, səbir gətirmə məndə başlayır. Amma bu Faberlic'in bu ətri çox bəyəndim. Keçən səfər də buranı təmizləyəndə heç bu korobkanı açmadım. O qədər sevmirəm ki, ətir. Heç bu korobkaları açmadım, amma bu dəfə təmizləyəndə dedim ki, niyə açmıram da? Elə bir ki, başqasının evidir, əl vurmuram heç nəyə. Açdım o 2 dənə korobkanı da, 2 dənə ətirdi, ikisi də Faberlic'dən çox qəşəng idilər. Deyim ki, yəni şirin qoxu gəlmirdi də, gül qoxusu kimi. Yəni Liliya yazılıb üstündə, amma çox belə fresh qoxusu var. Demək, buralar görürsünüz bərbad vəziyyətdə idi bayaq. Bunu göstərim sizə. Udoil, baxın, bu burun üçün kaplidir. Sizə bunu məsləhət görürəm qızlar. Mənə təşəkkür edəcəksiniz, dua edəcəksiniz canıma. Bundan bir dənə alın, atın evə. Ud hindi yağıdır və burunda, boğazda mikrob olanda yandırır adamı vuranda burnuna kaplini. Amma o ki, bir dəfə, 2 dəfə, 3 dəfə vurursan və görürsən ki, artıq yandırmır, onda bilirsən ki, tam mikrob yoxdur. Yəni, mən keçən qış qripdən qorunmaq üçün bu yağdan istifadə edirdim. Hətta biraz burnumu ya boğazım qaşınmağa başlayanda tez o kaplini edirdim ki, geri çəkirdi və xəstələnmirdim çox şükür. Belə, yuxarıda öz böylər üçün olan gündəlikdə, nə bilim, burun kaplisi, boğaz spreyi, belə şeylərdir, saxlamışam. Ortada ətirlərdir, dezodorantlardır falan. 3-cü polkada da belə kremləri yığıram. Ən aşağıda da, nə bilim, pambıqlar falan, artıq əski orada nəsə şeylər yığışıb. Ağrı kəsici mazidar var orada, ona görə onları klokda saxlayıram. Çünki onların belə qoxusu gəlir. Ona görə onları klokda saxlayıram qızlar. Yoxsa onlar da belə düzərəm. Belə, o gündə biz sənət üçün getdik, gəldik Asan xidmətə. Ona görə buradan bəzi şeyləri götürdük, qoyduq, tez-tez, 3 gün, 4 gün mən evdən çıxdım çölə Ömərlə. O vaxtda kremlərin yeri dəyişdi, nə bilim, dezodorantlar, ətirlər falan, dərmanlar, hamısı bir-birinə dəydi. Ona görə bura kaşımalaş oldu. Yoxsa mən normalda sizi bilmirəm, məsəl üçün mən necə eləyirəm. Nəyəsə götürəndə, hətta yoldaşım da götürüb yerini düz qoymasa, mən həmən dalaca gedib düzəldirəm. O zaman daha düzənli olur şkaflar və paltar dolaplarında da elədi. Bəzi mənə xanımlar deyirlər ki, necə olur ki, yəni belə səliqəli qalır da dolabınızın içi. Qızlar ona görə ki, nəyəsə götürəndə, yəni adətən kişi xeylaxları əl vuranda dolabın içinə dağıdırlar da, nəyəsə götürəndə dağıdırlar, ya əri qoyurlar. Amma mən elə eləyirəm ki, arxasıca gedirəm və o dağılan əşyanı tez düzəldirəm. Belə qızlar, buraları da səliqəyə saldım və indi biraz buralar toz oldu. İndi bu termonu da üstünü qəşəng silim. Zaten keçən vlog izləmişdiniz, dərindən təmizlik eləmişəm evi. Ona görə də bugün pol falan silməyəcəm, ancaq bu termonu təmizləmək istəyirdim. Bir də həyəti yığışdıracağım inşallah. Ay Allah. Burada deyən bəh. De. Aha. Bəh. Sürpriz eləmək üçündür. Bir də belə pıs eləmək üçündür. Hə, ala da get pıs eləyirəm. Pıs. Nə əcəbsə, mən ətir bəyənmişəm. Üstündə nə yazıb onu oğlum? Hə, yaxşı qabına qoy. Xoşu gəldi qab. Elə deyəsən doldurulma ətir deyə bu. Belə hədiyyəlik qabda kimsə hədiyyə verir. Vallahi yadımda deyil. O hədiyyə verən adam izləsə var ha. Deyəcək, nətər adamın yadında saxlanır. Nəsə bilirəm, amma çoxdandır bunlar məndənim. Nəsə, qabı xoşuna gəldi Ömərin. Qabla saxlayım. Yaxşı, qabla saxlayım, qoyum yerinə qızlar. Qoyaq. Davay. Qızlar, axşamdan bir-iki geyim çıxmışdı ortalığa, bilirsiniz də. Çox qəribədir, sizin də evdə belədirmi? Yazarsınız yorumlara. Gecə hər yeri sərgiyə salıram, hər şeyi yığışdırıram. Hətta Ömərin səhər dəyişik giyinəcəyi köynəyə qədər öz kravatımda ayaq atdığı tumbanın üstünə qoyuram ki, mənə rahat olsun, yuxulu bir işini axtarmayayım. Amma səhər duranda necə su olur ki, yatağın ətrafına bomba düşür, Ömərin otağına bomba düşür, elə bil İraq olsun. Yəni də belə elə bir ki, evdə gecə kimsə gəzib, bilərək dağıdıb evi. Çox qəribə bir şeydir, bilmirəm sizdə də belədirmi? Bunları indi yığışdırdım, qəşəng şifanerə bunları yer eləyim, sonra gedək sizə söz verdiyim bir şey haqqında məlumat verəcəm.
Və nəhayət ki, neçə vaxt almaq istədiyim, amma nədən bu qədər çox düşündüyümü özüm də bilmədiyim o məhsulu əldə elədim. Sonifer firması Həzi Aslanovda Af Electronics mağazasından almışam. İlk öncə onu deyim ki, mən Kontaktda, İrşada və Şahin Electronics'ə baxmışdım. Hamısında gücü aşağı, amma qiyməti baha olan ən ucuzu 90 manatdan başlayırdı və bu mənə sərf eləmirdi. Çünki həm də gücü aşağı idi. Ən belə yaxşı güc 1400 falan olan güclü olanlar 145-150 manatdan başlayırdı paravoy ütülər. Və mən təsadüfən gördüm Instagramda bu mağazanın adını. Bir xanım paylaşmışdı. Oradan getdim, baxdım və orada mənə dedilər ki, bu ütünün 38 manatlığı da var. O biraz balacadır boyda və gücü də aşağıdır. Amma dedilər ki, ən çox satılan və ən güclü olan budur. Alsaz peşman olmarsınız. 48 manata mən əldə elədim. Çox razıyam. Baxın, belə su qapısı var, qəşəng. Mən də su ilə doldurdum ki, sizə parla ütülüyüm. Mən artıq köynək falan, yoldaşımın formalarını ütüləmişəm. Bu mənə çox vacib idi. Çünki qışda yoldaşımın formalarını ütüləyəndə mən çox əziyyət çəkirdim. Xüsusən də pencə stili qış materialı olan geyimləri bu çox qəşəng ütülüyür. Yəni onları belə əl ütüsünü ütüləmək çox əziyyətlidir də. Və mənim ütüyə ehtiyacım yoxdur əslində. Necə deyim? Bu fon pərdələrimin ütüyə ehtiyacı yoxdur. Ancaq günəşliklərimin və bax bu tüllərin ciddi şəkildə ütüyə ehtiyacı. Baxın, hətta orada görürsünüz, sol tərəfdə aşağıda necə qırış idi. Amma baxın, artıq qırışı açıldı. Sadəcə bir-iki dəfə belə üstündən keçməklə çox qəşəng qırışı açılır. Və başlıqları da var. Yəni yun geyimlərdə hətta ütüləyə bilərsiniz. Hansı ki, belə qırışan bəzi məsəl üçün olur ya, material pencəklər falan. Bax, onları da ütüləyə bilərsiniz. Nə yapışmır, nə bir şey. Çox gözəldir. Və belə bir knopkası da var. Basıb saxlayırsınız. Yəni durmadan par verir və yaxud da özünüz kontrol edirsiniz. Belə, mən çox razı qaldım. İstəyənlər varsa aranızda, gedin heç düşünmədən əldə edin inşallah. Və qızlar, ən çox huzur tapdığım evimin hissəsi, hansı ki gül çiçeği, ağaclarla və torpaqla oynamaq. İllər öncə məni izləyən xanımlar bilirlər. Necə böyük bir arzu ilə bu həyəti biz gül çiçəyə bürümüşük. Düzdür, hələ də görüləsə həyətdə işlər var, həmişə deyirəm, amma demirəm, böyük bir həyətimiz var, villadır, nədir, amma bizə yetəcək qədərdir. Əlhəmdülillah, Rəbbimdən arzulayıram, kim istəyirsə, kimin arzusudsa evi olsun. İnşallah tez zamanda xeyirlisi ilə nəsib etsin Allah. Və gördüyünüz kimi mən rozalarım belə böyüyüb. Tez-tez bunları buduyuram. Onda daha da qəşəng çiçək açırlar. Belə yarpaqları bəzilər xarab olub, onları təmizlədim yüngülvari. Otlar təmizlənməlidir aralarında. Onları da bugün eləmirəm. Çünki yormaq istəmirəm özümü. İçəri keçib yemək pişirəcəm. Daha onu çəkməyəcəm. Baxın, görürsünüz, buralarda otlar var. Bunları təmizləmək üçün ən az mənə 1 saat vaxt lazımdır. O da istəmirəm onları eləyim. Həm çünki yağış yağacaq birazdan. Ola bilsin ki, yəni çünki buludludur hava. Həm də yoldaşımla bunu eləyəndə mənə daha rahat olur və daha tez bitiririk. Məsələn, 1 saatlıq, saat yarımlıq işi yarım saata bitiririk gül kimi. Nə ikimiz də yorulmuruq. Həm belə xoş olur bizə, həm də yorulmuruq da, belə deyim. Həm də mən Öməri yatırtmışam indi. İçəridədir. Ona görə yanına getməliyəm. Tez bu işlərimi görüm, ən azından səliqəyə salım həyat etdim və rozaların budanma vaxtı idi. Onlar da qönçələrini, xüsusən də quruyan qönçələri tez budamaq lazımdır ki, yerinə qəşəng çiçəklər açsın tezdən. Belə bu yarpaqlar artıq xəzandır deyə tez-tez gün ərzində bəlkə 2 dəfə, 3 dəfə süpürürəm. Bugün səhərdən süpürməmişdim. Dedim, bunları da süpürüm, qəşəng biraz suluyum həyəti. Bugün bir də dünən axşam yağış yağmayıb. Ona görə dedim ki, qəşəng suluyum. Stolları təmizlədim. Belə. Burada da süpürgəmi yudum, səliqəyə saldım, qoydum yerinə. İndi istəyirəm ki, həm darvazanı yum, həm də çöl qapısını yum yüngülvari. Yoldaşım da mənə tapşırıb dönə-dönə ki, sən deyir, sevirsən su ilə foşur-foşur işləməyi. Deyir, biraz darvazanın yuxarısını yuyanda ehtiyatlı ol ki, taxta hissəyə çox su falan dəyməsin. Düzdür, ora laklanıb, problem olmaz. Amma yenə də dedik ki, yəni səliqəli də oralara su dəyməsin əvvəl kimi. Ona görə yarımçıq yuyacağım, sonra o hissələri qalxıb bir bez vasitəsilə, nəm bez vasitəsilə siləcəm. Qapını da, çöl qapısını da bez vasitəsilə siləcəm. O birlərdə də onu çəkməyəcəm sizə.
Qızlar, burada artıq vlogu bitirmək istəyirəm. Ümid edirəm bu vlogumu da bəyəndiniz və onu da deyim ki, yorumlarda mənə çox gözəl ideyalar vermisiniz. Sizin üçün qəşəng şirniyyatlar hazırlayacağam inşallah. Gözünüz kanalımda olsun. Əgər bəyəndinizsə, bəyən butonuna basıb abunə olmağı və bol yorum yazıb mənə dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın. İnşallah Allah nəsib etsin. Mütləq ki, görüşərik.